Quranda kafir kimlərə deyilir? Ərəb dilində kfr kökü örtmək, gizlətmək mənalarını ifadə edir. Bu baxımdan kafir anlayışı həqiqəti örtən, yəni haqqı bildiyi halda onu gizlədən və ya qəbul etməyən şəxs deməkdir. Ənərəvi təfsir və dini şərhlərdə kafir termini çox vaxt yalnız Allaha inanmayanlar mənasında izah olunur. Halbuki bu yanaşma Qurandakı küfr anlayışının mahiyyətini tam əks etdirmir. Qurana diqqətlə nəzər saldıqda, küfrün təkcə inanc məsələsi olmadığı, eyni zamanda dərin mənəvi və əxlaqi ölçülərə malik olduğu aydın olur. Quranda buyrulur: Biz mələklərə Adəmə səcdə edin dedikdə, iblisdən başqa hamısı səcdə etdi. O imtina etdi, təkəbbür göstərdi və kafir oldu. Əl-Bəqərə 34. Bu ayədə iblis kafir adlandırılır. Onun küfrü Allahın varlığını inkar etməsilə deyil, Allahın hökmünə tabe olmamasıyla bağlı idi. İblis Allahın varlığını və qüdrətini bilirdi, lakin ədalətə əsaslanan ilahi əmri rədd etdi. Bu isə göstərir ki, küfr təkcə inancsızlıq deyil, həm də təkəbbür, itayətsizlik və ədaləti qəbul etməməkdir. Eyni vəziyyət Məkkə müşriklərinə də aiddir. Qurandan məlum olur ki, onların bir çoxu Allah haqqında məlumatlı idilar və onu yeganə yaradan kimi qəbul edirdilər. Quranda açıq şəkildə bildirilir ki, onlardan göyləri və yeri kimin yaratdığı, günəşi və ayı kimin ram etdiyi soruşulduqda Allah deyə cavab verirdilər. Luqman 25, Ənkəbut 61, Zuhruf 9, Zümər 38. Lakin buna baxmayaraq, onlar bütləri özlərinə vasitəçi qəbul edir, Allahın qoyduğu qanunlara əməl etmir və onun hakimiyyətini həyatlarına daşımırdılar. Məhz bu səbəbdən Quranda qınağa məruz qalmış və kafir adlandırılmışlar. Bu nümunə göstərir ki, küfr yalnız Allahın varlığını inkar etmək deyil, həm də onu qəbul etdiyin halda onun hökmünü və ədalətini rədd etməkdir. Bu baxımdan sözü gedən mövqe həm iblisə, həm də Allahı qəbul etdiyi halda onun qanunlarına tabe olmayan hər kəsə şamil edilə bilər. Bu ayələr insan üçün mühüm bir prinsip müəyyən edir. Kim Allahın hökmünə, ədalətinə və Quranda müəyyən edilmiş qanunlara qarşı çıxarsa, o da iblis və ya Məkkə müşrikləri kimi kafir anlayışı çərçivəsinə daxil olur. Quranda iman və ədalət anlayışları bir-birindən ayrılmazdır. Allaha inanmaq təkcə onun mövcudluğunu qəbul etmək deyil, həm də onun qoyduğu nizamı, haqqı, ədaləti və doğru davranışı həyatına tətbiq etməkdir. Allaha inanıb onun ədalət prinsiplərinə əməl etməmək, imanın yalnız formal səviyyədə qalması deməkdir. Bu baxımdan ədalətsizlik imanla ziddiyyət təşkil edir və əməli küfrün bir forması kimi dəyərləndirilə bilər. Nəticə etibarilə Quranda kafirlik sırf metafiziki inançsızlıq anlayışı deyil, eyni zamanda əxlaqi və hüquqi məsuliyyət kateqoriyasıdır. Allahın varlığını qəbul etdiyi halda onun haqq və ədalət prinsiplərini pozan insan kafir adlandırıla bilər. Çünki küfrün mahiyyəti həm də haqqı tanıyıb ona qarşı çıxmaqdır. Bənzər mesajlar Əraf 11, Hicr 31, İsra 61, Kəhf 50, Taha 116, Sad 74.